Xəbərçiyə baxırsınız. Azərbaycan vətəndaşlarının xarici pasportları yeni nəsil pasportlarla əvəzlənəcək. Bu pasportlar səhifələrinin daha çox olması ilə yanaşı, pasportda qeyd olunacaq informasiyanın zənginliyi və elektronluğu ilə seçiləcək. Prezident İlham Əliyevin ümumvətəndaş xidməti və diplomatik pasportların təsviri, spesifikası və nümunələrinin təsdiqi haqda imzaladığı fərmana əsasən yeni xarici pasportlar 34 deyil, 50 səhifədən ibarət olacaq. Ən əsası elektron daşıyıcılar, yəni çip olacaq bu pasport, biometrik pasportlarda. Belə ki, vətəndaşın pasport sahibinin üz görünüşü, elektron imzası və parmaq izi çipdə öz əksini tapacaq. Pasportun tipindən asılı olaraq onun üz qabığının 1-ci və 4-cü səhifələri ümumvətəndaş pasportunda tünd yaşıl, xidməti pasportda tünd göy, diplomatik pasportda isə tünd qırmızı rəngdə olacaq. Yeniliklər sırasına az yaşlılara verilən xarici pasportlar da daxildir. Belə ki, 1 yaşına qədər olan uşaqlar üçün 1 illik müddətə, 1 yaşından 3 yaşına qədər olan uşaqlar üçün 3 illik müddətə, 3 yaşından 18 yaşına qədər olan uşaqlar üçün 5 il müddətinə, 18 yaşı çatmış şəxslər üçünsə 10 il müddətinə pasportlar veriləcəkdir. Pasport nümunələri İsveçrə şirkəti tərəfindən hazırlanacaq. Pasportların dövlət rüsumları isə hələ ki dəyişməyib. Dövlət rüsumu 30 günə 40, 5 günə isə 120 manatdır. Yeni nəsil pasportların verilmə mexanizmi Nazirlər Kabinetinin müvafiq qurumlarla birlikdə 3 ay ərzində hazırladığı layihə əsasında aparılacaq. Köhnə pasport sahibləri isə vəsiqələrini etibarlıq müddəti bitəndən sonra yeniləri ilə əvəzləyəcəklər. Dəyişikliklər 2013-cü ilin iyunun 1-dən qüvvəyə minir. Elnarə Məmmədova, Ramin Yaqubov, ANS.